Salam, hər vaxtınız xeyir əziz izləyicilər. Bu günləri sizlərə çox ləzzətli, dadlı badımcan çullama yeməyinin hazırlama qaydasını təqdim edirəm. İlk olaraq badımcanları 3-4 yerdən bıçaqla deşib, közləmə qabına sıra ilə düzürük. Ara sıra çeviririk, badımcanların hər tərəfi eyni qaydada bişsin. Əziz izləyicilər, mən badımcanı 3-4 yerdən deşməyimin səbəbi badımcan bişəndə partlamasın. Sonra yığdıq bir qaba, üstünü salafanla örtürük, bu cür 10 dəqiqə saxlayırıq. Baxın, görürsünüz, indi saxladığımıza görə necə yumuşalıb. Onda qabığı soyulmağı daha rahat olur. Közlənmiş badımcanı orta ölçüdə doğrayıb yığırıq ayrı qaba. Videonun alt bölümündə resepti yazacağım, siz oradan istifadə eləyərsiniz. Tavaya zeytun yağı və kərə yağı əlavə eləyirik. Yağ əridikdən sonra uzunvari doğradığım soğanı, sarımsağı və üzərinə duz səpib, qarışdırıb, qızılı rəng alana qədər qovururuq. Tomat əlavə eləyirik. Tomatın qoxusu çıxana qədər qovururuq. Sonra qabığı soyulmuş, xırda doğradığım pomidoru əlavə eləyib qarışdırırıq. 2-3 dəqiqədən sonra rəngli bibərləri və acı bibəri əlavə eləyib qarışdırıb qapağını örtürük. Biberlər biraz yumuşalsın, ardınca közlənmiş badımcanı əlavə edirik. Əziz izləyicilər, badımcanı əlavə eləyəndən sonra qazı vam odda saxlayırıq. Yenə qarışdırdıq, qapağını örtdük. 2-3 dəqiqədə bu cür dəm alan kimi saxladıqdan sonra, bişirdikdən sonra üzərinə xırda doğradığım cəfəri əlavə eləyib qazı söndürürük. Qapağını da örtürük, özünü tutsun, sonra servis edirik. Əziz izləyicilər, inanın o qədər gözəl reseptdir. Baxırıq belə çox yüngül yeməkdir. Deyirik ki, yəni burada qeyri-adi nə var? Qeyri-adiliyi odur ki, badımcanı bu üsulla hazırladıqda həm tüstülü, həm də közün ətri yeməyə xüsusi dad verir. Yəni çox məsləhətli reseptdir. Hazırlayanlara nuş olsun, göz haqqınızı halal eləyin. Videomu bəyəndinizsə, like etməyi, abunə olmağı, şərh bölməsində öz fikirlərinizi yazmağı unutmayın. Allaha əmanət olun.